ABŞ-nin prezidenti Donald Trump'ın Ukrayna məsələsi ətrafında verdiyi son açıqlamalar və planlaşdırdığı hərbi yardımın mümkün dayandırılması ilə bağlı görüş geniş rezonans doğurub. Trump'ın bəyanatları fonunda vitse-prezident David Vance, dövlət katibi Marco Rubio, Müdafiə naziri Pete Hegseth və Milli Təhlükəsizlik üzrə müşaviri Mike Waltz'ın da iştirak edəcəyi gözlənilən görüş yenə çoxşaxəli mülahizələrin yaranmasına səbəb olub. Trump administrasiyasının yeni yanaşma ortaya qoymaq niyyəti Amerika Birləşmiş Ştatlarının Ukraynaya yardım siyasətində ciddi dəyişikliyin ola biləcəyini siqnal verir. Xüsusilə Trump'ın dünən axşam paylaşdığı status bugün Ukrayna ilə bağlı siyasi dönüşün olacağı fikrini yaradır. ABŞ prezidenti Donald Trump son paylaşımıyla kifayət qədər çox diqqətləri öz üzərinə toplayıb. Sabah böyük bir gecə olacaq və hər şeyi olduğu kimi açıqlayacağım deyə bir iddia var. Onun hansı mövzular ətrafında açıqlamalar edəcəyi ilə bağlı Rusiya-Ukrayna müharibəsi kontekstində dəyərləndirsək, ilkin əsas istiqamət məsələ Zelenskinin son ABŞ səfəri və səfər çərçivəsində Ağ Evdə ona qarşı sərgilənən qeyri-adekvat mövqe və aqressiv çıxışlar ola bilər. Çünki həm demokratlar tərəfindən, həm də qlobal sistemin fərqli aktorları tərəfindən ən çox tənqid olunan məsələ məhz bu istiqamətdə idi. Çünki ərazi bütövlüyü göz ardı edilən, işğal olunan Ukraynaya münasibətdə bu qədər çox təzyiq ritorikasından istifadə olunması heç bir halda qəbul edilən bir yanaşma deyil. Trump'ın özünü Ukrayna torpaqlarını qoruyan lider kimi təqdim etməsi bu axşamki açıqlamaların məhz atəşkəslə bağlı ola biləcəyi ehtimalını da artırır. Ukrayna ilə bağlı ilkin ən əsas istiqamət məsələ Zelenskinin Ağ Ev səfəri və səfərinin arxa pərdəsində aparılan müzakirələrlə bağlı. Çünki media paylaşılan informasiyalardan əlavə eyni zamanda arxada da müzakirələrin aparıldığı hər kəsə məlumdur və bu müzakirələr istiqamətində Trump administrasiyasının ortaya qoyduğu mövqeyin əsas hədəfləri, hansı istiqamətdə hədəfləri özündə ehtiva edir və niyə belə aqressiv ritorikada və qeyri-adekvat mövqe nümayiş etdirilib. Bu istiqamətdə açıqlamalar əsas gözləntilərdir və digər bir istiqamətdə Amerika Birləşmiş Ştatlarının atəşkəslə bağlı olan şərtlərində Ukraynaya ədalətli, eyni zamanda ərazi bütövlüyünün bərpa olunması istiqamətində növbəti mərhələlərdə müzakirələrin davam etdirilməsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının həm təhlükəsizlik zəmanəti, həm də eyni zamanda bu istiqamətdə əsas qarantor kimi çıxış etməsini özündə ehtiva edən açıqlamalarda ən əsas gözləntilərdən biridir. Politoloqlar bildirirlər ki, sabah böyük gecə olacaq sözləri Trump'ın Ukraynaya yardımla bağlı siyasətində gözlənilən ciddi dəyişikliyə bir işarədir. Politoloq İlyas Hüseynov da bildirir ki, Ağ Evdə baş verənlərdən sonra Trump Ukraynaya yardımların davam etdirilməsi yönündə də açıqlama verə bilər. Gözlənilən Trump'ın açıqlaması ola bilər ki, Ukraynaya yardımların davam etdirilməsi yönündə olsun. Çünki anons qismində söylənilən fikir bundan ibarətdir ki, Donald Trump'ın vaxtında bir qarışda Ukrayna torpaqları təhvil verilməmişdir, işğal olunmamışdır və hazırki reallıqlarda ola bilsin ki, müharibənin saxlanılması şərti ilə müharibəni bitirməkdə digər senari ola bilər. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü və suverenliyi yolunda da fikirlər çox ola bilər. Çünki Trump'ın bu mövqeyindən sonra ona qarşı impeachment çağırışları da çoxalmışdır. Hesab edirəm ki, bu çıxış dünya nizamı, hazırki müharibənin davam etməsi, təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Trump'ın Ukrayna siyasətindəki mühüm dəyişikliklər təkcə bir ölkənin deyil, ümumilikdə Amerika Birləşmiş Ştatlarının beynəlxalq münasibətlərində yeni bir istiqamətin formalaşmasının siqnalı ola bilər. Şərhçilər bildirirlər ki, onun Ukraynaya yardımın davam edib etməyəcəyi barədə mövqeyi, Avropa və NATO ölkələrinin yanaşması və Zelenski-Trump dialoqu Ukrayna böhranının gedişatını böyük prizmada müəyyən etməyə davam edəcək. Aradan 100 gün keçməyib onun prezidentliğinin, amma ölkə daxilində barışmaz bir fikir ayrılığı var. Xarici siyasətdən Birləşmiş Ştatlarının bəlli rektorlarının heçə sayılmasıyla atılan adımlar var və bugün için aradan keçən 2 ay arasında Donald Trump'ın da xarici siyasətinin uğurla bağlı işinə deyə olmaz. O yüzden de Donald Trump Ukrayna'nın bağlı mövqeyini kardinal dəyişmək istəməklədir. Politoloq Yeganə Hacıyeva həmçinin bildirir ki, Trump sözü gedən məsələlərin həllində maraqlıdır. Çünki özünü sözünü tutan prezident kimi göstərmək istəyir. Onun sözlərinə görə Trump'ın hansı mövqedə olmasından, Rusiya ilə nə qədər yaxın olması ilə bağlı görüntünün olmasından asılı olmayaraq, ABŞ beynəlxalq hüquqa hörmət etmək məcburiyyəti ilə Ukraynanın ərazi bütövlüyü ilə bağlı təkliflər etməli olacaq. Bu təkliflərdən mineral sərvətlərin, yəni digərlərinin də fərqlənən, məsələn, Ukraynanın 2020-ci ildən Avropa mineral sərvəti var. Onu da əleyhinə, Ukraynanın digərləri mineral sərvətinin əleyhinə
Amma tərəflərin kompromis əsasında tapa biləcəyi bir mövqe olur. Əgər Tramp Ukraynaya hərbi yardımı davam etdirmək qərarına gələrsə, bu onun ənənəvi müttəfiqlərlə strateji xətti qorumaq niyyətində olduğunu göstərə bilər. Əks halda, bu addım ABŞ-nin Rusiya ilə münasibətlərini daha da yaxınlaşdırmaq istəyinə işarə edə bilər.